Hər kəsə salam. Bugünkü izahımızda verilənlər bazaları ilə işləyərkən tez-tez qarşılaşdığımız, amma bəzən çoxumuzun gözündən qaçan olduqca kritik bir mövzuya toxunacağıq. Məsələ Find Known Matches or Missing Records, yəni bazada tam olaraq nəyin baş vermədiyini, hansı məlumatların çatışmadığını tapmaqdır. Bilirsiniz, bazada nəyin baş verdiyini tapmaq kifayət qədər asandır. Bəs tam olaraq nəyin baş vermədiyini necə tapırıq? Bax, bu sadəcə məlumat çıxarmaqdan qat-qat dərin və doğrudan da güclü analitik yanaşma tələb edən bir prosesdir. Gəlin bugünkü yol xəritəmizə qısaca nəzər salaq. Əvvəlcə çatışmayan məlumat probleminin özünə baxacağıq, sonra yavaş və intuitiv metoda, ardınca mövcudluq yoxlamaları ilə optimallaşdırmaya, frustrated join anlayışına və nəhayət ən doğru strategiyanın seçilməsinə diqqət yetirəcəyik. Qısacası, bugün yavaş sorğulardan peşəkar həllərə doğru maraqlı bir yolçuluğumuz olacaq. Elə isə heç vaxt itirmədən birinci hissəyə, yəni çatışmayan məlumat probleminə keçid edək. Təsəvvür edin ki, siz böyük bir ambarın menecerisiniz. Nəyin çox yaxşı satıldığını sistemdən bir saniyəyə öyrənə bilirsiniz. Bəs nə ümumiyyətlə satılmayıb? Adətən biz proqramçılar bazada baş vermiş hadisələri, yəni qeydləri tapmağa öyrəşmişik. Amma heç vaxt baş verməyən şeyləri tapmaq əslində bizdən sorğu yazarkən tamamilə fərqli bir zehniyyət tələb edir. Biz burada sadəcə ümumi bir məhsul siyasi axtarmırıq. Hədəfimiz konkret olaraq sıfır satış qeydi olan, rəflərdə qalıb tozlanan məhsulları tapmaqdır. Məsələn, elə bu avtomobil təkərləri və ya yağış gödəkləri kimi ehtiyatda qalan şeyləri. Yaxşı, bəs biz bunu verilənlər bazasına necə başa salaq ki, bizə tam olaraq bunları qaytarsın? Bu da bizi aparır ikinci hissəyə, yavaş və intuitiv metoda. Gəlin görək, kod yazarkən insanın ilk instinkti necə işləyir? Təbii ki, ilk instinktimiz problemi beynimizin necə həll edəcəyini düşünərək onu koda tökməkdir. Çoxumuz belə vəziyyətdə dərhal not-in operatorunu əl atırıq və dürüst olaq, məntiqi olaraq bu tamamilə ağlabatandır. Fikir verin, əvvəlcə satın alınan hər bir əşyanın siyahısını çıxarırsınız, sonra isə ana məhsul siyahınızdakı hər bir məhsulu o uzun siyahı ilə tək-tək müqayisə edirsiniz. Amma problem burasındadır ki, bu metod sizin alt sorğunuzu, yəni subquery-ni, bütün sifariş detalları cədvəlini başdan ayağa oxumağa məcbur edir. Və reallıq budur ki, insan məntiqi ilə verilənlər bazasının reallığı heç də həmişə üst-üstə düşmür. Siyahı tutub onu dəfələrlə yoxlamaq biz insanlar üçün əla işləyir, amma verilənlər bazası mühərriki eyni şeyi edərkən minlərlə, hətta bəzən milyonlarla təkrarlanan satış qeydlərini sonsuz şəkildə süzmək məcburiyyətində qalır. Nəticə, server üçün inanılmaz dərəcədə yavaş və baha başa gələn bir proses. Odur ki, bizə daha ağıllı, daha səmərəli bir yol lazımdır. Keçək üçüncü hissəyə, mövcudluq yoxlamaları ilə optimallaşdırma. Verilənlər bazasını belə boş-boşuna yormaq olmaz axı. Biz prosesi dərhal optimallaşdırmalıyıq və məhz burada not-exis operatoru köməyimizə çatır. Bayaq baxdığımız not-in-dən fərqli olaraq bu yanaşma bütün siyahını kör-körana yenidən yığmır. O sadəcə olaraq alt sorğunun ən azı bircə dənə uyğun sətir qaytarıb-qaytarmadığını yoxlayır və ilk qeydi tapdığı an avtomatik olaraq işini dayandırır. Deməli, buradakı əsas sehir short circuiting, yəni qısa qapanma adlandırdığımız məntiqdir. Bütün o nəhəng alış-veriş siyahısını sona qədər oxumaq əvəzinə, baza mühərriki məhsulun bircə dənə satış qeydini tapan kimi alt sorğunun işini həmin saniyə kəsir. Məntiq olduqca sadədir. Əgər ən azı bir dəfə satılıbsa, deməli artıq bizim o heç satılmayanlar siyahımıza düşə bilməz, düzdür? Baxın, bu kiçik detal sorğunun performansını sözün əsl mənasında uçurur. İndi isə gəlin sənayedə çox məşhur olan dördüncü hissəmizə, yəni frustrated join metoduna baxaq. Frustrated join. Adı belə maraqlıdır, elə deyilmi? Bu əslində bir növ hiləgər, eyni zamanda çox praktik bir yanaşmadır. Texnikanın arxasında duran ideya budur. Biz left join istifadə edərək bütün məlumatları bir araya gətiririk, sonra isə şərt qoyaraq uyğun gələn hissələri, yəni onsuz da satılmış məhsulları qəsdən nəticələrdən kəsib atırıq. Bu metod cəmi 2 addımda işləyir. Birinci addımda left join, sol cədvəldəki, yəni məhsullar cədvəlindəki hər bir qeydi götürür. İkinci addımda isə where is null şərti dövrəyə girir və bu birləşmə prosesini az qala məyus edir. İngiliscə desək, frustrate edir. Yəni o sağ cədvəldə qarşılığı olan hər şeyi kənarlaşdırır və nəticədə əlimizdə yalnız qarşılığı null olanlar. Başqa sözlə desək, heç vaxt satılmayan məhsullar qalır. Çox zərif bir gedişdir. Yaxşı, bəs bütün bunlardan sonra real işdən nə etməliyik? 5-ci hissəyə, yəni strategiyanızın seçilməsinə keçirik. Hazırda masada eyni problemi həll edən 3 fərqli metodumuz var. Amma bütün xəstəliklərin dərmanı budur deyə biləcəyimiz tək bir cavab yoxdur. Niyə?
Çünki hər bir verilənlər bazası mühərrikinin öz xarakteri var. Məsələn, SQL Server kimi bazalar not exist operatorunu, yəni mövcudluq yoxlamalarını çox sevir. Amma daha köhnə MySQL sistemlərinə baxsanız, onlar bəzən frustrated join metodunu daha asan həzm edir. Odur ki, qızıl qaydamız budur. Həmişə öz sisteminizin query analizer alətini işə salın və test edin. Yalnız o, sizə dəqiq nəticəni göstərəcək. Yekun olaraq onu deyə bilərəm ki, əsl SQL ustası sadəcə verilənlər bazasından nəyin baş verdiyini soruşan adam deyil. O, eyni zamanda nəyin baş vermədiyini məharətlə, ən optimal yolla tapan bir detektivdir. Siz yavaş və intuitiv üsullardan uzaqlaşıb, not exists və ya frustrated join kimi alətlərdən yerində istifadə etdikdə, yazdığınız kod sadəcə sıradan bir sorğu olmaqdan çıxır və peşəkar səviyyəli bir sənət əsərinə çevrilir. Bu da layihələrinizin performansını tamamilə fərqli bir zirvəyə daşımaq üçün əlinizdə olan ən güclü silahdır. Tətbiq etməkdən çəkinməyin.